Təhlil. La ilahə illallah demək gündə 100 dəfə. Bir dəfə la ilahə illallah demək üçün cənnətdə bir ağac əkilir. Kim hər gün 15 dəfə la ilahə illallahu həqqən həqqa, la ilahə illallahu ubudiyyətən və riqqa, la ilahə illallahu imanən və təsdiqa desə, Allahın nəzəri həmən şəxs cənnətə gedənə qədər ondan kəsilməz. La ilahə illallahul məlikul həqqul mubin 30 və ya 100 dəfə deyən şəxsdən kasıbçılıq uzaqlaşar və ehtiyatsız olar. Həzrəti Peyğəmbər buyurmuşdur: evindən çıxarkən Bismillah, sonra la həvlə və la quvvətə illa billah. 2 mələk deyər ki, sən qorundun. Əgər təvəkkəltu ələllah da desə, onda o mələklər deyər ki, sən işlərinə kifayət edərsən. Belə adamlara şeytan yaxınlaşmaz. Çətin bir işlə üzləşdikdə 7 dəfə Bismillahirrahmanirrahim, la həvlə və la quvvətə illə billahil əliyyil əzim deyin. Əgər işiniz düzəlməsə 70 dəfə deyin. Təsbih, Subhanallah demək. İmam Sadiq əleyhissalam buyurmuşdur: Subhanallahi və bihamdihi, Subhanallahil əzimi və bihamdih deyən şəxs üçün Allah 1000 savab yazır, onun 3000 günahını bağışlayır, onun dərəcəsini 3000 dərəcə yuxarı qaldırır və onun dediyi sözlərdən cənnətdə bir quş yaradır ki, o da daima Allaha zikr edər və bunların hamısının savabı həmən şəxsə yetişər. Təhmid, Əlhəmdülillah demək, şükür etmək. Kimsə hər 4 dəfə Əlhəmdülillahi Rabbil aləmin desə, o günün şükrünü yerinə yetirmişdir. Kim Əlhəmdülillahi kəmə huvə əhluh, Allaha layiqincəsinə şükür olsun desə, mələklər onu yazmaqdan aciz qalıb deyərlər: İlahi, bizim qeybdən xəbərimiz yoxdur və sənə layiqincə şükrü yaza bilmirik. Allah buyurar ki, bəndəm necə deyibsə eləcə də yazın, onun savabı mənim boynuma.